Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daim ala a'daihim ecma'in. Biz ötənki bəhsdə qeyd etdiyimiz kimi, mübarək Ramazan ayı ki, bir ay ya 29 gün ya 30 gün olur, 28 gün və yaxud 31 gün olmur. Çünki ərəb ayları, hicri ayları ya 29 gündür ya 30 gündür. Bir ay mübarək Ramazan ayında bəndə ki, oruç tutur və bayram bilinəndə Şəvval ayının biri olanda ki, mübarək fitr bayramının olduğu bəlli olur. Artıq fitrə zəkatı məsələsi meydana çıxır və dünən bir neçə məsələsi haqqında fitrə zəkatının barəsində danışdıq. Baxın, fitrə zəkatı qeyd etdik ki, vacib bir əməldir. Onu vermək fəqirlərə vacibdir. Bir neçə şərt daxilində ki, dünənki söhbətimizdə o barədə danışdıq. Mən la yahduruhul fəqih kitabında Şeyx Sadur rahmehullah cild 2 səhifə 183-də bir rivayət nəql edir. İmam Sadiq əleyhissalam buyurur ki, həqiqətən də orucun tamam kamalından biridir. Kamilləşməsi nə ilə mümkündür? Zəkat verməklə. Yəni fitrə zəkatı. Yəni sən bir ay ki, oruç tutdun, mübarək Ramazan ayını, zəkat verməklə artıq bu oruc kamilləşir. Kəmə ənəs salətə alən-nəbiyyə sallallahu aleyhi və alihi və səlləm min təməmis salati. Necə ki, Peyğəmbər və əhl-i beytinə sallallahu aleyhi məcməin salavat göndərmək də namazın kamilliyidir. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Li'ənnəhu mən samə və ləm yuəddi zəkətə fələ savmə ləhu izə tərəkəhə mütəammidən. Buyurur ki, çünki bir kəs əgər oruç tutsa və fitrə zəkatı verməsə və bu fitrə zəkatını bilərəkdən tərk eləsə, sanki heç oruç tutmayıb. Fələ savmə ləhu, onun heç orucu yoxdur. Sanki 30 gün, 29 gün mübarək Ramazan ayında heç oruç tutmayıb, az susuz sadəcə bu ayı başa vurub. Və la salətə ləhu izə tərəkəs salətə alən-nəbiyyə sallallahu aleyhi və alihi və səlləm. Və Peyğəmbərə salavatı tərk eləyən şəxs üçün də əgər bir nəfər Peyğəmbərə salavatı tərk eləsə, heç onun namazı da yoxdur. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Sonra buyurur ki, İnnəllaha azza və cəllə qad bədəə bihə qablə salati qalə. Deyir ki, Allah azza və cəllə namazdan qabaq zəkatla başlayıb, mübarək ayədə buyurub ki, Əuzu billahi minəşşeytanirracim, Bismillahirrahmanirrahim. Qad əfləhə mən təzəkkə və zəkər əsmə rabbihi fəsallə. Mübarək ayədir ki, buyurur ki, zəkat verən, mən təzəkkə, yəni o kəs ki, zəkat verdi, zəkat verən artıq xilas olub, qurtulub. Baxın, zəkat və zikr edib namaz qılmaqdan burada söhbət gedir. Ona görə də, hətta siz fikir versəniz, mübarək fitr bayramında da nədir? İbadət, oruc ibadəti namazla bitir. Çoxları elə bilir ki, bayram ancaq atlanıb düşməkdir, oynamaqdır, şadlanmaqdır. Əslində bu cür deyil. Baxın, mübarək Ramazan ayı bitəndən sonra bir ay Allah üçün qul olan şəxs, Allah azza və cəllə buyurur ki, yenə namaz. Hətta bəzi insanlar orucluqda namaz qılmayan insanlar var ki, mübarək Ramazan ayını oruç tuturlar. Allah onlara fitr bayramında bildirir ki, bax, yenə namaz var. Yəni, namazdan qurtuluş yoxdur. Bir ay sən oruç tutmusan, ayın sonunda mübarək Şəvval ayının biri, yəni mübarək Ramazan ayında Allah yenə səni namaza dəvət edir. Və möminlər həmin günü namaz qılırlar. Və namazdan qabaq da nə edirlər? Zəkatlarını verirlər. Deməli, zəkat verir və gedir, namazını qılır. Namaz bu dərəcədə mühüm bir əməldir. Biz ötən söhbətlərin birində İmam Əli əleyhissalam nisbət verilən bir rivayət var. Nəhcül Bəlağədə bu gəlib, həmçinin Bihar Ənvarda da gəlib. Müəssisətül Vəfa tərəfindən çap olunan nüsxədə cild 88 səhifə 136. İmam Əli əleyhissalam buyurur ki, Kullə yevmin la yu'sallahu fihi fəhuvə yevmu eidin. Deyir, hər o gün ki, Allaha günah edilmir, o gün bayram günüdür. Allaha qayıdış günüdür. Allaha qayıtmaq günüdür. Bayramın fəlsəfəsi əslində budur, bayram əslində budur. Bir insan Allaha qarşı günah etməsə, yəni o deməkdir ki, həmin gün cəhənnəm odundan özünü xilas elədi. Cəhənnəm odundan xilas olmaqdan böyük bir bayram ola bilərmi? Ona görə bayram etmək budur. İslam bizə bayramı bu cür öyrədir. Halal əyləncə də ola bilər, halal yarışma ola bilər, halal məsələn müsabiqə ola bilər, olsun. Amma halal olsun, haramlar ora qarışmasın. Amma həqiqi bayram nədir? Həqiqi bayram insanın öz fitrətinə qayıdışıdır, Allaha qayıdışıdır, tövbə eləməsidir. Tövbə edib Allaha tərəf üz tutması həqiqi bayramdır. Bihar Ənvar kitabında cild 95 səhifə 172-də Əllamə Məclisi rahimehullah bir rivayət nəql edir. Daru Ihya-i Turasil Ərəbi tərəfindən çap olunan nüsxədə. Səhifə 172-də
Buyurur ki, deyir ki, Cabir ibn Abdullah Əl-Ənsari Rıdvanullah Teala aleyh, Allah ona rəhmət eləsin, İmam Əlinin aleyhissalam Peyğəmbərin sallallahu aleyhi və səlləm sadiq sahabələrindən olub. Deyir, dəxəltu alə Rasulillahi sallallahu aleyhi və səlləm fi əxiri cümə min şəhri Ramadan. Deyir, mən mübarək Ramazan ayının axırıncı cüməsi, ki, hansı ki biz müasir dövrdə Qüds günü qeyd edirik. Deyir, bu gündə Peyğəmbərin yanına daxil oldum. Məni görəndə belə buyurdu. Ya Cabir, ey Cabir, həzə əxiru cümə min şəhri Ramadan. Bu Ramazan ayının son cüməsidir. Fəvəddəhu, vidalaş onunla. Vidalaş mübarək Ramazan ayı ilə. Və qul, və belədir. Allahümmə la təcəlhu əxirəl əhdi min siyamina iyyəhu. Deyir, Allahım bu ayı bizim üçün orucumuzun axır əhdi qərar vermə. Axırıncı Ramazan qərar vermə. فَإِنْ جَعَلْتَهُ فَجْعَلْنِي مَرْحُومًا وَلَا تَجْعَلْنِي مَحْرُومًا. Əgər deyir, axır Ramazanın qərar vermisənsə, təqdir belədir ki, bu mənim axırıncı Ramazanımdır və bundan sonra növbəti Ramazana mən çıxmayacağam. فَجْعَلْنِي مَرْحُومًا. Məni mərhumdan qərar ver, rəhmət olunmuş şəxsdən, bağışlanmış şəxsdən qərar ver. وَلَا تَجْعَلْنِي مَحْرُومًا. Mənim məhrum olunmuş şəxslərdən qərar vermə. Rəhmətindən məhrum olanlardan qərar vermək ki, mübarək Ramazan ayında Şəbaniyə xutbəsində var ki, bədbəxt insandır ki, o insan ki, bu mübarək ayda məhrum olub bağışlanmayıb. Sonra deyir ki, hər kim belə etsə, ya növbəti mübarək Ramazan ayına çıxacaq. Çünki dua ilə baxı, mənim üçün axırıncı Ramazan qərar vermə. Ya da növbəti Ramazan ayına çıxmasa da Allah onu bağışlayacaq və ona rəhmət edəcək. Çünki deyir ki, axır Ramazanı qərar vermə. Qərar versən bağışla. Ya indi axır Ramazanı qərar verəcək, Allah onun üçün bağışlayacaq onu. Çünki dua edib bax ki, məni bağışla. Ya da yox, gələn Ramazana da onu saxlayacaq və gələn mübarək Ramazan ayında da həmin şəxsə oruç tutmaq nəsib olacaq. Deməli, nədir? Deməli, nəticə bundan ibarətdir. Son sözümüz budur ki, mübarək Ramazan ayının sonu ki bəlli oldu, bitdi və Şəvval ayının biri oldu, Fitir bayramı oldu. Allah Azza və Cəllə bir daha namazı xatırladır. Buyurur ki, bir ay oruç tutmusan, bəs buyur namaza da gəl. Xüsusilə o kəslər ki, bu mübarək ayda oruç tutdular bir ay, namaz qılmasalar hətta, başqa aylarda günah etmiş olsalar belə, o insanlar bir ay ərzində müəyyən iftar süfrələrinə getdilər, onların evlərinə gəldilər müəyyən adamlar, öz ətrafındakı insanlar onun oruç tutduğunu gördülər. Ən azından 4-5 iftarda bu iştirak elədi və yaxud bu iftara çağırdı. Artıq insanların nəzərində bu insan oruç tutan bir şəxs kimi qaldı. Həmin insanlar özlərinə sual versinlər. Mübarək Ramazan ayı çıxandan sonra o kəslər ki, onları oruç tutan görüblər, o kəsləri ki, bu iftara dəvət eləmişdi, o kəslərin ki, iftarına getmişdi, onların yanında utanıb, həya edib, yenidən araq içərmi, yenidən günah edərmi, yenidən itaətsizlik edərmi? Məncə həya eləyər, etməz. İndi gör Allahın Azza və Cəllə məhzərində insan necə həya etməlidir. Əlbəttə bəndəyə görə yox ha, bəndəyə görə olsa riyakarlıq da Allah əslan qəbul etməz onu. Allah Azza və Cəlləyə xatir. Allaha xatir ki, bir ay oruç tutmuşdun, tərk etmişdin, hətta siqaretə qədər tərk eləmişdin, mübarək Ramazan ayı bitəndən sonra itaət bitmədi ya, getmə günahlara tərəf. Bir ay təlim görmüsən, bir ay öyrəşmisən, bir ay Allahın məhzərində olmusan, buyur bir aydan sonra da artıq yetişmisən. Bir aydan sonra da bunu davam elətdir. Bəhanən də yoxdur Allah dərgahında ki, mən bacarmırdım. Xeyr, bacardın bir ay. Çəkindin, Allahın halallarından çəkindin. Deməli, sən qüdrətin var ki, Allahın haramlarından da mübarək Ramazan ayından sonra çəkinəsən. Allah Azza və Cəllə oruclarımızı, ibadətlərimizi ali dərəcədə qəbul eləsin. İnşallah Teala bizi də dualarınızı unutmayın. Hər gününüz bayram olsun, bayramlarımız mübarək olsun. Allahümmə salli alə Muhammedin və ali Muhammed.